Stoisizm bizə bunu deyir. Əgər bu 7 vərdişə son qoymasan, onlar sənin həyatına son qoya bilər. 1. Özünü başqalarının həyat yolu ilə müqayisə etmə. Onların yolu sənin yolun deyil. Özünü yalnız dünənki halınla müqayisə et. 2. Hər kəsin təsdiqini axtarma. Sevilmək üçün doğulmamısan, məqsədinlə yaşamaq üçün doğulmusan. 3. Hər şeyi həddindən artıq düşünmə. Zehnin sənin dostun olmalıdır, həbsxanan yox. Qorxu ilə yox, aydınlıqla hərəkət et. 4. Narahatlıqdan qaçma. Ağrı xəbərçidir. Dinlə, qorxma, onu izlə və nəticə çıxar. 5. Sadəcə günahkarlıq hiss etdiyin üçün zəhərli insanları ətrafında saxlama. Xaosa sədaqət, dincliyə xəyanətdir. Əlaqələri kəs, ruhunu qoru. 6. Emosiyalarla reaksiya vermək əvəzinə ağılla hərəkət etməyi unutma. Marcus Aurelius deyirdi: